Bir insan üçün, yəni süni intellektdən istifadə edən bir insanın gündəlik həyatında nə tip müsbət və yaxud da mənfi dəyişimlər baş verə bilər? Çünki müxtəlif fikirlər səsləndirilir. Mən özümün təcrübədə yaşamışam. Bəziləri deyir ki, insanı daha az düşünməyə vadar eləyir, tənbəlləşdirir. Bəziləri də ki, yox, əksinə vaxtıma daha çox qənaət eləyə bilirəm, daha geniş axtarış imkanları əldə edirəm. Yəni bir sıravi bir insan süni intellektdən istifadə edən insan nə əldə eləyir və yaxud da hansı potensial təhlükələrlə qarşılaşır? Təşəkkür edirəm. Düşünürəm ki, bu da kifayət qədər böyük bir auditoriyanı hədəfləyən sualdır. Belə ki, günümüzdəki, belə deyək, süni intellektin kifayət qədər artımı o düzdür ki, insanların, belə deyək, paradigmasında bir dəyişiklik formalaşdırır. Əslində, belə deyək ki, normalda zaman-zaman bilirsiniz ki, industrial inqilablar bir-birini əvəzlədikcə hər zaman, hər bir dövrdə insanlar həyat və yaşayış şəraitini ona uyğun dəyişiblər. Və süni intellektin günümüzdə insanların davranışlarının necə dəyişdiyini biz real zamanda şahid ola bilərik. Ki, bundan əvvəl deyək ki, hansısa bir axtarış enjinlərində insanlar gedib sual yazıb nəsə axtardığı zaman, deyək ki, daha çox vaxt sərf eləyərək hər hansı bir məlumatları əldə edə bilirdilər. Orada bir həmişə məşhur bir belə deyək nümunə var ki, 30 il əvvələ baxanda görürük ki, insanların əlində demək olar ki, heç bir digital kontent yox idi və insanlar hardan nə oxuyacaqlarını bilmirdilər. Günümüzdə isə həddən artıq digital kontent var və insanlar yenə də hardan nə oxuyacaqlarını bilmirlər.